الحمد لله رب العالمين. اللهم صل على محمد وآله محمد. اللهم إياك نعبد وإياك نستعين. تا خدا خلق نمودن تا خدا خلق نمودت ز خودش را گفت فتبارک به تو که مثل خودم زیبایی. تاریخی خب الحمدلله و المنه نسفال نجوزل Bugünləri iki dənə Babel Havalicə qonaq oldu. Biri Mirzivan idi, biri də ki təvəssül eləmişlər. Ümidvaram ki Həzrəti Babel Havalicə Musa Müzəffər ağa qonaqların belə düzgün yola salar inşallah. İnayətləri Kərimdir, inayəti artır belərsə acımışlar, rüfəqalərimiz. Allah bu ihtiram Həzrəti Babel Havalicə Həzrəti Əbəlfəzl Əbbas ki məhfildə adı gələn yerdə qətlən Həzrəti Zəhranın vijə nəzəri vardı. Allah'ın inayəti ilə inşallah. Allah heç birimiz به احترام دست بریده آقام Əbəlfəzl دست خالی yola salmasın. Qardaşlarım ki oxudular, onlar ki oxumadılar, elə hamılığa bu cəmiyyət əhsərində rəmaiyyəti pərçəmdarان با آبرو با شخصیت دستگاه با صلابت حضرت امام حسین دستبوس و بالاخره ضریح بوس و پابوس و آستان بوس قبر شریف حضرت امام حسین الله جورنه جورنه قسمت حضرت حجت الاسلام بلوسلم آقا اسماعیلی عزیز و سایر علما رفقاله که شاید حضور ذهن برمیاد اسم شریفlerin بله آقای همتی عزیز الله اولارشی در راه تبلیغ و ترویج احکام نبوی و شریعت علوی مملکتimizde çalışırlar. به احترام Acı Gülaməli başıva mən dolar. Siz bizi böyüdübsünüz da İmam Hüseyin qardaşım. Neçə il Həzrət Əlinə yaxından görə bilməmişəm. Allah tulu ömrü ba izzət və əziz ağa. Şi Allahi aləm dilərdilər. Bəli, naməni açdı naməni gördü ki yazılıb. Selamun alə rəculil fəqih. Selam olsun sənə ay müştehid şəxsiyyət. Deyəndə deyirlər Hacı Nadir ağa böyücü, Rişsifidi Kərbəla bir addi adam deyilmiş. Başda görüyordu. Əbi Abdillah Hazreti Habib Selamun alə rəculil fəqih. Xanımı dedi hara Habib həşdə İmam Hüseyin sənin dedi baba Əbi Abdillah selam Onlara ki bu havanın soğukluğunda İmam Hüseyin selam göndərib gələlər bura. O biri durub ortada gedəcək işin olmaz. Hacı Qulam Rıza bir yol Zəncanda yaxşı dedi valla. Andolsun İmam Hüseynə nə gözəl kişi təbir elədi. Gedənin özünlüdür, zərfiyyəti, səhmi olur. Yarını telefonla çağırırlar ki, Noxan gələn narahat olmuyor. Uşaq mərizli, qonaq gəlib, filan oldu, bəhman oldu. İşindir. Gərək o kasalar dola gedəsən. Adam da var, bir ayı deyil Musa Müzəffərə gedəcək, bu gecə gələr. İsmət. Selam olsun onlara ki İmam Hüseyin bu gecə salam edib gətirib.
dedi harac edirsən kişi 80 yaşım var. Ma ra havayı səltənəti mülk digərəm. Ağam çağırır məni. Bundan yaxşı divar, bundan yaxşı qapı. Qalıb evdə dıqlayıb öləcək. Bu gidib xeyməyə İmam Hüseyin döyür. Nə bəhanə. Başuca mən dolanıb. Rüfəqalar, sərvələr. Əzizlər, qardaşlarım, saliyan sal bizim tapım sonra oxuyacağım, o qalmaz. Bir də bu heyyəti açan yolumuz düşər. Ağamın özü Hacı Muştabani vasitə eləyib, kəlbə ifadə daşır. Ağam özü çağırır məni bura Həzrət Şəhədə. Bu gecə payım dursun. Həzrət Zeynəb Hacılar bu mənbərə andursun. Ay Hacı Qafurgildən də şərməndə oldum, çıxıyam Tehrana qol vermişdim. Ay Rəcəb Giləcədən. Bəli, onlardan da şərm olur. Mənim yoluma görüm nə tuşa götürə biləyəm bu heyyətdən. İnşallah ki, mordi mənzur Həzrət Seyyid-i Şühəda olsun. Allah, əhli kisvətimizdirlər, Hacı Nadir oldu. Vaqən, bunlar bizi böyütdülər bu məktəbdə. Dizi üstə oturardıq. 3-4 il, 5 il Seyyid-i Şühədiya, Nemidunə, Müştabacı heyyəti. Əvvəl Quran oxudan sonra Piriyə Zudrəs də tutmamış ama deyərs böyük danışır. Yox, qardaşlarım sinnidən kiçikdilər, şənlən, şəxsiyyətən böyükdülər. Ay müqəddəm əziz. Bəli, ondan sonra yavaş-yavaş bir-bir nəzərşirardı ki, bu da həsənatlı olan bunları oxusunlar yavaş-yavaş. 5-6 il dizi üstə əyləşərlər. Allah bunları bizə çox görməsin, rüfəqalar, qardaşlar. Allah heç birimizi bu qapıdan ayrı salmasın inşallah. Ta Xuda xalq numudə ز خودش این را فتبارک به تو که مثل خودم زیبا بحث یکتایی حق را حسین بحث یکتایی حق را به تو نتوان سنجید لا شریک له اگر هست تو استثنایی بحث یکتایی حق را به تو نتوان سنجید لا شریک له اگر هست تو استثنای گفت birinin dokuyum o alatın nəbzüvə görüm necə hərarət ilə qulaq assan şeirə bəh 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 eşq ilə qulaq asanlara təqdim eləyəm bunu ah dərd-i sərhایی کشیدم درد سرهایی and olsun Həzrət Müsəm Cəfərcan Ağacani əgər bu bir dənə rivayəni deyə biləm yerinə düşə şahid mənlik olsa bu şeiri qoyaram zehnimdə söz çox deyil amma görüm alanı nə qədərdir درد سرهایی کشیدم Allah buyurur درد سرهایی کشیدم تا که رویت ساختم سالها بر خم ابروی تو می پرداختم